22-25 iyunda Pirəkəşkil qəsəbəsi yaxınlığındakı poligonda istismar müddəti başa çatmış və istifadəyə yararçı olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq deyə məlumatda bildirilib. İsmaillidə ağır qəza baş verib. Dünən saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrliyində Uştal kənd ərazisindən keçən yolda Mahmudovun sürdüyü Ford və Nağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2106-da olan sərnişin Salmanova Yeganə Hüseyin qızı hadisə yerində ölüb. Sürücü Nağıyev Elxan Hüseynoğlu, sərnişinlər Salmanov İlham Gülalıoğlu və Salmanov Şahmalı Qoşunalıoğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı cinayət işi açılıb.